Salam, tanış olun. Yeni 6 nəfərlik tam ötürücülü V07 plug-in hibrid. V07 ilk baxışdan seçilir. Öndə LED optika, futuristik ön dizayn, 21 cümlük yüngül ləhimli disklər, səssiz açılıb bağlanan gizli qapı tutacaqları və elektrikli ayaqaltılar. Arxa hissədə isə tək qaşlı stop işığı. Bu dizayn hərəkətdə də, dayananda da fərqlənir. Modelin ölçüləri: uzunluq 5105 mm, eni 1980 mm, hündürlük 1805 mm. Modelin tam dolu çəkisi 2880 kq-dır. Bu göstəricilər V07-ni həm möhtəşəm, həm də funksionalıdır. Salona daxil olduqda sizi texnologiya və komfort qarşılayır. 14.6 düym sensor ekran, ambient işıq, panoramik lük və premium materiallar hər detalda hiss olunur. Bu ekran Android Auto və Apple CarPlay dəstəkləyir. Alətlər paneli isə təmir rəqəmsaldır və 12.3 düymdür. Gəlin modelin oturacaqlarına keçid edək. Ön sərnişin oturacağında isə Zero Gravity texnologiyası tətbiq olunur. Birinci və ikinci sırada həm isitmə, həm ventilyasiya, həm də masaj funksiyası mövcuddur. Üçüncü sıra isə isitmə funksiyası ilə təchiz olunur. Salonda həmçinin simsiz telefon şarjı üçün inteqrasiya edilmiş panel və Hi-Fi Premium səs sistemi mövcuddur. Modelin bütün qapılarında şüşələr 2 qatdır və arxa şüşələr zavod tərəfindən tütləşdirilib. Bu sadəcə SUV deyil, güclü hibrid texnologiyası ilə gələcəkdir. 540 dərəcəlik kamera, head-up display, adaptiv cruise control və zolaq saxlayan sistemlə təchiz olunmuşdur. Modelin yük bölməsinin həcmi 3-cü sıra oturacaqlar açıq olduqda 239 litr, oturacaqlar yığıldıqda isə 1000 litrdən çox təşkil edir. 1.5 litr turbo benzin və ikili elektrik mühərriklərin birləşməsində tam güc təqdim olunur. 517 at gücü, 930 Nm fırlanmanı, 4,9 saniyəyə 100 km/saatda sürətlənmə, DHT2 sürətlər qutusu və tam ötürücülü sistem ilə V07 dinamikliyi və stabilliyi birləşdirir. O, ardıcıl paralel hibrid sistemi ilə həm elektrik, həm də benzin mühərriki ilə müstəqil və birlikdə işləyə bilir. Bu da daha çox güc və daha az sərfiyyat deməkdir. V07 sadəcə benzinlə yox, elektriklə də rahat yol gedir. Batareyanın həcmi 42.5 kWh-da, elektriklə 201 km, ümumi yürüş isə 1140 km-dir. Avtomobili 3 üsulla şarj etmək olar. AC standart şarjla, İlk olaraq avtomobilin daxili komplektində olan 220 voltluq və 3.3 kW-lıq şarj aləti ilə. DC, yəni sürətli şarjla 30%-dən 80%-ə qədər batareyanın enerji dolumu cəmi 26 dəqiqə baş verir. Benzin kəninin həcmi 80 litrdir. Bu isə o deməkdir ki, siz uzun səfərlərə rahatlıqla çıxa bilərsiniz. V07 sizə yalnız rahatlıq yox, eyni zamanda da tam nəzarət və təhlükəsizlik təklif edir. Bu modeldə 6 təhlükəsizlik yastığı mövcuddur. Bu, yüksək səviyyədə pasiv təhlükəsizlik deməkdir. V07 modeli ağıllıdır, güclüdür və sizi gündəlik həyatınızda fərqləndirməyə hazırdır. Əgər rahatlıq, təhlükəsizlik və texnologiya sizin üçün vacibdirsə, Greatvol Azərbaycan avtosalonuna gəlib avtomobilin test sürüşünü yazıla bilərsiniz. Sizi satış mərkəzimizdə səbirsizlə gözləyirik. Videomuzu bəyənib və kanalımıza abunə olmağı unutmayın.